Horemhop, bizi hara aparırsan? Aknatunun sarayına, hökümdarın əmridir. Her şey hazırdır Cenab Horemhop. Yola düşürük. Horemhop, bir sual verə bilərəm. Cavab verərəm, cənab Alikmahu. Soruşa bilərsiniz. Sizcə Amunhotep, sizin dediyiniz kimi Aknatun bizi ne üçün huzuruna aparır? Mühakimə üçün. Qərarı alıb ki, sizi şəhər cəmaatının qarşısında mühakimə eləsin. Xalq arasında şayə yayılıb ki, Amun danışırmış və heç də büt deyilmiş, diri tanrıymış. Aknatun Amunun necə danışdığını bilmək istəyir. Mən Aknatunun sualına cavab verəcəyəm. Amma siz bizim dostlarımızdan idiniz. Vaxtilə bizim himayemizlə Misir ordusunun başçılığına təyin olunmuşdunuz. Axı, niyə bizi tək qoydunuz? Biz sizdən kömək gözləyirdik. Mən hələ də Amunpərəstəm və mənim indi də sizə hörmətim var. Amma Amundan əvvəl Aknatuna itaət eləməliyəm. Çünki o Tanrının övladıdır. Yəni Misirin bütün hökümdarları tanrılıq məqamına malikdirlər. O mənim və bütün Misir xalqının hökümdarıdır. İnanın, ürəyim çox istəyir ki, sizə kömək eləyim, amma eləyə bilmərəm. Heç olmasa bizi kimin mühakimə eləyəcəyini bilirsən? Güman eləyirəm ki, Yuzarsif. Yuzarsif hələ də niyyətindən vaz keçməyib. Yenə də bizdən əl çəkmək istəmir. Mən tək olan Allaha bütün nemətlərinə görə sitayiş eləyirəm. Onun lütfü və iradəsi olmasaydı, qıtlığın qarşısını almaq üçün tədbirlər görməyə qüdrətim olmazdı. Aqibətimizin isə necə olacağını təsəvvür eləmək çətin deyil. Diqqətlə Nilə baxın, görün necə quruyub. Siz bir əkin sahələrinə baxın, görün necə solublar. Bizim aqibətimiz də, bax, belə olacaqdı. İndi dünyanın çox ölkələri sizin köməyinizə möhtacdılar. Əgər uca Allahın inayəti olmasaydı, indi siz də digər ölkələrin xalqları kimi möhtac və çarəsiz qalacaqdınız. Odur ki, bu nemət və inayətin qədrini bilin və buna şükr eləyin. İndi daşdan yonulmuş o soyuq, yalancı tanrılara, zəlalət və azğınlıq nişanələrinə istəyiş eləmədiyiniz halda yaxşı olar ki, bunun əvəzinə vahid Allaha səcdə eləyəsiz. Bugündən əmr vermişik ki, Amunun məbədində tək olan Allaha istəyiş olunsun. Ulu yaradan hamımızın qəlbini əvvəlkindən də artıq nurla münəvvər etsin. Eşq olsun Allahın elçisinə, eşq olsun Cənab Yuzarsifə. Eşq olsun Cənab Yuzarsifə, eşq olsun Allahın elçisinə. Eşq olsun Yuzarsifə, eşq olsun Misirin əzizi Cənab Yuzarsifə. Eşq olsun bizim xilaskarımıza. Yuzarsifə. Etiraf edirəm ki, sən məndən güclüsən. Yuzarsif hər zaman Rudamunu öz ustadı hesab edir. Yola düş. Rudamun? Bəli, cənab. Rudamunu.
Bu vaxta qədər hardaydın? Şimal qonşularla neçə illik müharibədəydim. Cənab Horemhopla birgə. Bundan sonra həmişə mənim yanımda ol. Tamam. Temin. Biz hardayıq? Bura haradır? Bura cənab Yusifin mənzilidir, xanım. Sizi bura mən gətirmişəm. Siz əsnadsız. Yusif Peyğəmbərin həyat yoldaşı. Mən elə bilirdim ki, cənab Yusifi çox istəyirəm. Amma xadimələrinizdən eşitdiyim hekayətdən bildim ki, eşq və məhəbbəti sizdən öyrənmək lazımdır. 30 ilə yaxındakı göz yaşı, ah, nalə, istək. 30 il hicran qəmində yanmaq. Allaha and olsun ki, bu cür aşiqliyi məhv etmək, bu dözümlüyü müqəddəs tutmaq lazımdır. Mənim eşqim sizin dediyiniz kimi pak olmayın. Yusif o qədər ucadır ki, mənim kimi günaha batmış birisi onun eşqinə layiq ola bilməz. Mən öz eşqimi nəfsani istək və həvəslərə aludə etdim. İndi də onun cəzasını çəkirəm. Siz elə bilirsiniz ki, hər şeyi bilirsiniz. 30 il danlaq yükü. 30 il kinayə və acı sözlər eşitmək. Təhqir olunmaq. 30 il nalə eləyib göz yaşları tökmək. 30 il küçə qaçmaq. 30 il qaçıb istədiyinə yetişə bilməmək. Bunlar mənim cəzam idi. Mən bunlara dözdüm. Mən sizin barədə yalnız indi gördüklərimi və xadimələrinizdən sizin haqqınızda eşitdiyimi bilirəm. Barənizdə heç nə bilməmişəmsə, başınıza gələnlərdən xəbərim olmayıbsa, bu mənim günahım deyil. Görəsən Yusif niyə sizdən xəbərsiz olub? O mütləq bunun cavabını verməlidir. Yox, sizi Allaha and verirəm. Yusif barədə bu cür danışmayın. Biraz səbr eləyin, mən indi qayıdacağam. Cənab Yuzarsif hara gedib? Hal-hazırda hökümdar Axnatunun sarayındadır. Əsnad, səbr eləyin. Əsnad. Axı Yusif mənim başıma gələnləri hardan bilsinsin? O bütün millətin halına yanır. Onu dağlar qədər çətinlik, kədər əhatə eləyir. O Züleyxaya məxsus deyil ki, təkcə onu düşünsün. Eşitmişəm ki, sən hər dəfə məbəddə olarkən Amun da cəmaatla danışarmış. Sən olmayandasa o susarmış. Maraqlıdır, sən özün o cür zəlil hala düşmüş və kahinlərin vasitəsilə gizlədilən Amunun danışa bildiyinə inanırsanmı? Saxta dəlillərlə adi cəmaatı aldatmaq olar. Amma cənab Yuzarsifi aldatmaq olmaz. Həqiqət bu idi ki, Amuna yaxın olan pəncərədən
Səsimi azacıq dəyişdirməklə məbədə gələnlərlə danışırdım. Səsimin məbəddə yayılaraq əks-səda verməsi buna səbəb olurdu ki, cəmaat Amunun danışdığını zənn eləyirdi. Sən zirək adamsan, Alek Mahu. Niyə bu düşüncə və fərasətindən cəmaata kömək eləmək üçün istifadə eləmirsən? Bir yalanı çox təkrar eləmək, bəzən yalan deyənin elə özünün də ona inanmasına səbəb olur. Bu təkrarlama ona səbəb olmuşdu ki, biz də Amunu tanrı hesab edək. Dünyanın şirin dadı, cəmaatın axmaqlığı və nadanlığı çox vəsvəsə vericidir. Cəmaat belə istəyirdi, biz də bütün bunlardan öz xeyrimiz üçün istifadə eləyirdik. Elə düşünmürsünüz ki, cəmaatın axmaqlığı da sizin dəfələrlə təkrar eləyib inandığınız yalanlardan biridir. Xalq axmaq deyil. Həqiqət onlardan gizlətdiyiniz üçün sizin yalanınızı gerçək zənn eləyiblər. Siz haqq və batilin ikisini də onlara söyləyin. Görün onlardan hansını seçirlər. Misirin əzizinin həyat yoldaşı Əsnad xanım daxil olmaq üçün icazə istəyir. Deyin buyursunlar. Əsnad xanımın icazə almağa ehtiyacı yoxdur. Ümidvaram Allahın Peyğəmbəri məni əfv edəcək. Çünki ondan Cənab Axnatuna şikayət eləmək istəyirəm. Əsnad, bugün kahinlərin mühakiməsidir. Mənim mühakiməm qoy başqa vaxta qalsın. Mən tələsirəm. Səbr eləyə bilmərəm. Kahinlərin mühakiməsi sonraya qalsın. Qoy Əsnad xanım sözünü desin. İstəyirəm bilim ki, niyə Misirin əzizi cənab Yuzarsif bütün ömrünü Misir xalqının cisim və ruhunun asayişinə sərf elədiyi halda qəlbi sınıq kör bir qadının halından xəbərsiz olmalıdır. Xanım, xanım sizə nə oldu? Sənin dediyin o qoca qadını axı mən hardan tanımalıydım? O hətta yuxularımda da məni rahat buraxmırdı. Sən özün buna şahidsən. Mən onu hardan və necə tapaydım? Siz onu tanısaz da ona məhəl qoymamısınız. O həmin şəxsdir ki, sizi məhəbbətlə neçə il bəsləyib. Amma eşqin odu onu alovlandırandan sonra onu öz halına buraxıb, tərk eləyib getmişsiniz. O həmin Züleyxadır. Züleyxa. Yox, bu mümkün deyil. Züleyxa varlı və gözəl Əyyan xanımıydı. O qarı necə Züleyxa ola bilər? Sizin eşqiniz onu bu hala salıb. 30 il intizarınızı çəkib. 30 il küçə-bə-küçə sizin dalınızca gəzib. Bütün varlığını, gözəlliyini sizə fəda edib. Amma sizin bundan xəbəriniz olmuyor. Əsnad, sən dediyin kimi deyil. Həqiqət tamam başqa cürdür. Cənab hökümdar özü məni
12 il əvvəl Putifar və Züleyxanın mənim üçün rəva gördükləri zindandan azad elətdirib. Biz özümüz Züleyxanın və Misir qadınlarının Yuzarsifə necə böhtan atıb, onu zindanın küncünə attırmaqlarının şahid olmuşuq. Halbuki o heç vaxt günah işlətməyib. Sonra hamısı xəyanətlərini itiraf elədilər və Yuzarsifin günahsızlığına şəhadət verdilər. Amma mən zindandan azad olandan sonra neynədim? Heç nə. Züleyxanın və həyat yoldaşının cəzalandırılmasına razı olmadım. Buna görə gərək Allaha şükr edəydilər. Bir də ki, mən hardan biləydim ki, Misirin ikinci xanımı o qədər cahü cəlalı ilə bax belə bir günə düşəcək. O zirvədən dərəyə düşüb. Onun nəvazişə ehtiyacı var. Özün bilirsən ki, hamıdan çox hər kəsin qəlbini ovundurmaq istəyirəm. Neçə illərdir ki, yuxularımda gördüyüm qoca qarı mənə əzab verirdi. Onun hər hansı bir arzusunu yerinə yetirmək istəmişəm. Əgər icazə versəydiniz, mən Züleyxanı görmək üçün gedərdim. Xeyr. Biz hamımız məğlub olmuş dərdli Züleyxanı görmək istəyirik. Əgər icazə versəz, mən onu bura gətirərəm. Elə isə onu bura gətirin. Allah buyurur, Züleyxa çox əzab çəkib və öz günahlarının əvəzini verib. O indi imanlı və tək Allahı tanıyan bir qadındır. Onun qəlbinə əl al. Onu özünə həyat yoldaşı seç və bil ki, onun barəsində etdiyin dualar qəbul olacaq. Yusif, səndən dua eləyib istəmək, sənin Allahından da qəbul edib yerinə yetirməkdir. Nə oldu ey Allahın Peyğəmbəri? Təəccüblü əmrdir. Əmr olundu ki, Züleyxanın qəlbini ovundurum və onu özümə həyat yoldaşı seçim. Aciz və çarəsiz qoca qadınla evlənmək, o ki qoca və halsızdır. Tək olan Allahın əmri budur ki, qəlbi sınıq qoca qadınla evlənim. Sənin kimi gözəllikdə həyat yoldaşım ola, başqa arvada nə ehtiyacım var? O, nə halətdə olursa olsun, mənim üçün fərqi yoxdur. Allahın Peyğəmbərinin lütfüne görə minnətdaram. Züleyxa gözəl və bənzərsiz olsaydı da, mən yenə də Pərverdigarın əmrinə itaət edərdim. Züleyxa xanım və yanındakılar daxil olmaq üçün icazə istəyirlər.
Yusif peyğəmbərin ətrini hiss eləyirəm. Əsnad, sənsən. Elə bildim, Allahın peyğəmbərinin görüşünə nail olmuşam. Bu sənsən, Züleyxa. Bir vaxt mən idim. İndi tamamilə sənsən. Züleyxadan əsər əlamət yoxdur. Heç soruşmursan, o qədər var dövlətim necə oldu? Bilirəm. Hamısı Yusifin yolunda sərf olundu. Soruşmursan, şan şöhrətim hara getdi? Eşitmişəm ki, hamısını mənə fəda eləmisən. Bəs niyə soruşmursan ki, gözəlliyim və camalım necə puç oldu? Eşq dərdi ürəyi yaxan, canı alandı. İndi də görüm, Yusifə olan o qədər eşqin necə oldu?
O eşq hələ də qəlbimdə qalır. Bütün varlığımla onu qoruyub, indiyədək sinəmdə saxlamışam. Əgər səndən xəbərsiz olmuşamsa məni bağışla. Xəbərsiz olmağım yalnız uca Allahın istəyidir. Mənim günahım yoxdur. Doğrudan sən mənimlə belə mehriban rəftar eləyirsən? Yox. Sən özün bu inayəti qazanmısan. Sən o əzəmətli Allahın diqqətini qazanmısan. De görüm istəyin nədir? İndi daha nə istəyim ki? Məhbubumu istəyirdim. O mənim yanımdadır. Məbudumu istəyirdim. İndi onun huzurundayam. Təkcə bir arzum qalıb. Yusifimi öz gözlərimlə görmək istəyirəm. Amma gözlərim görmür. Əgər məşuqunun sənin gözlərini açmasına qüdrəti yoxdursa, məbudunun ki var. Sən məbudundan istə, mən də dua eləyəcəm. Əgər onun iradəsi olsa, sənin gözlərin görəcək. Pərverdigara, bu bəndənin gözlərinə nur göndər. Onun qəlbini iman nuru ilə münəvvər etdiyin kimi, gözlərini də nurlandır. Yusifim, bu sensen. Siz mənə neynədiniz? Mən sizi görürəm. Mən görürəm. Mən görürəm. Yaxşı bax, gör. Hamını görürsən. Mən təkcə sizi görürəm. Sizdən başqasını görmək istəmirəm. Ondan istəmişdim ki, kör olmuş gözlərimi açsın. Heç olmasa
bircə dəfə Yusifimi görüb rahat ölüm. İndi mənə verilən bu qısa müddətdə təkcə sizi görmək istəyirəm. Ey ixtiyarsız gözyaşlarım! Məndən nə istəyirsiniz? Qoyun ömrümün son anlarında Yusifimi doyunca görüm. Narahat olma Züleyxa. Allahın istəyir ki, sənə yenidən ömür inayət eləsin. Ta ki, uzun illər çəkdiyin işgəncə və intizarın əvəzi bununla ödənsin. Allahın mərhəmətini görürsünüz. İnana bilmirəm. Züleyxanın gözləri açıldı. Niyə də olmasın? Peyğəmbər dua etdiyi zaman aləmlərin Rəbbi eşidib yerinə yetirər. Gözün görməsi onun kiçik möcüzələrindəndir. Hanım. Tamam, təminim. Siz necə də qocalıb sınıxıbsınız. Bütün ömrünüzü mənə həsr eləmişsiniz. Mən sizi görürəm. Mən sizi görürəm. Siz də Pərverdigarın inayətini görürsünüz. Mən indi neynəməliyəm? Ona necə təşəkkür eləyim? Səcdə eləsəm bəs eləyər? Bəli. Şükür səcdəsi yerinə yetir. Çünki bəndəliyin ən gözəl nişanəsi səcdə etməkdir. Amun məbədinin kahinləri nə görürlər? Yenə də şək şübhə eləyirlər? Mən heç nə görmürəm. Biraz əvvəl sən məni zirək adlandırmışdın. O qədər də sadəlöv, axmaq deyiləm ki, bu cür oyunlara inanım. Ömür boyu elədiyiniz nadanlıq sizi kör, kar və lal edibdir. Heç vaxt azğınlıq yolundan dönməyəcəksiniz. Nəyə inanmağın axmaqlıq hesab edirsən? Vahid Allahın qüdrətinə? Yoxsa Züleyxanın görməsinə? Bunların ikisinə də şübhəm var. Ümumiyyətlə Züleyxanın bundan əvvəl kör olduğuna heç inanmağım gəlmir. Züleyxanın kör olması şəhərdə hamıya məlumdur. Buna şübhə yoxdur. Mənim indi sizin görməyinizə şübhəm var. Züleyxanın kör olmasına şübhəniz var. Eybi yoxdur. Onun qocalıb əldən düşdüyünə necə? Buna inanırsınız? Əgər o yenidən cavan və gözəl olsa, iman gətirərsiniz? Hə, aydın məsələdir. Amma sizi inandırıram ki, əgər ölülər dirilsə, zülmət nura çevrilsə, onda Züleyxa da cavanlaşar.
Xanım, Kömək eləyin onu aparaq. kömək eləyin. Xanım. Yaxşı, Əlix Mahu. Züleyxa da cavanlaşdı. Allahın minlərlə bəndəsini şirk və küfrə, bütpərəstliyə sürükləyən bir qəlb heç vaxt hidayət nuru ilə işıqlanmaz. Sən hələ də Yüzarsifin Allahına inanmaq istəmirsən? Yenə də xar və zəlil Amuna itayət eləmək istəyirsən? Mən Yüzarsifə tərəf gedirəm. Mən daha Amunun ardıcılarından olmaq istəmirəm. Ey Allahın nəbisi, məni qəbul eləyərsən. Xoş gəlmisən, Xufu. Xoş gəlmisən. Züleyxa. Züleyxa xanım. 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 Aç gözlərini. Gözlərinizi açın xanım. 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 Güzgü. Güzgü. Götür bax. Bu inanılası deyil. Allah belə inayəti hər kəsə nəsib eləmir. Allah səni çox istəyir Züleyxa. Allaha şükür eləmək lazımdır ki, gözləriniz yenidən nurlandı. Sevinirəm ki, yenə cavan və gözəlsiz. Mənim əvvəllərdə görən gözlərim, gözəl üzüm var idi. Amma o vaxtlar onları yaradanı tanımırdım. Allaha sonsuz təşəkkür eləyirəm ki, bu günahkar bəndəni öz inayətinə layiq gördü. Xanım, cənab Yüzarsif qapının arxasındadır. Deyəsən Züleyxa xanımı görmək istəyir.
Yox, yox. İndi yox. Ondan üzr istəyin. Qoy məni üzürlü hesab eləsin. Əgər icazə versəz, bir neçə gün öz Allahımla tək qalmaq istəyirəm. Allahdan başqa heç nə haqda düşünmək istəmirəm. Başa düşə bilmirəm. Bu ikrah hissinin səbəbi nədir? Nə baş verdiyini bilmirəm. Təkcə onu bilirəm ki, onunla indi görüşməyə hazır deyiləm. Mənim əvəzimdən ondan üzr istəyin. Dublyajın rejissoru Emin Abbasov, tərcümə edənlər Süleyman Fərzəliyev və Könül Cavadova, redaktor Teymur Quliyev, səs rejissorları Orxan Ağalarov və Vüsal Həsənov, inzibatçı Xeyrulla Zeynalov, dublyajın direktoru Süleyman Fərzəliyev və Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Həmidə Ömərova, Elşən Rüstəmov, Kazım Abdullayev, Şəfəq Əliyeva, Pərviz Bağırov, Məmməd Səfa, Natəvan Qeybani, Gülnarə Zülalova, Fərqanə Quliyeva, Pərviz Məmmədrızayev, Rövşən Məmmədli, Qədir Mirzə, Cəlal Məmmədov, Vüsal Murtuzəliyev. Film 2009-cu ildə Sinesalam kinostudiyasında dublyaj olunub.